Ürəyin bəzən vurur, bəzən yox. Heç ürəyiniz dayanacaqmış kimi hiss etdinizmi? Bəlkə də bu sadəcə bir hissdir, bəlkə də ciddi bir problemdir. Ürəyinizin ritmi bizim həyat melodiyamızdır. Amma bu ritm bəzən pozula bilər. Necə və niyə? Normalda ürək dəqiqədə 60-90 dəfə ritmik şəkildə vurur. Amma döyüntülərin sayı və ardıcıllığı dəyişə bilər. Buna da aritmiya deyilir. Aritmiyanın əsas növlərini qısaca izah edək. Birinci takikardiya, yəni ürək döyüntüləri sürətlənir. Döş qəfəsində çırpıntı və narahatlıq hiss edirsiniz. Stres, fiziki yüklənmə və ya müxtəlif xəstəliklər səbəb ola bilər buna. İkinci bradikardiya, ürək döyüntüləri yavaşıyır. Zəiflik, baş gicəllənmə, hətta huş itkisi mümkündür. Üçüncü isə düzənsiz ritm. Ürəyiniz sanki dayanır, sonra yenidən vurur. Bu hiss aritmiyanın bir əlaməti ola bilər. Ürəyinizdə bu problemlərin olub-olmadığını yoxlamaq üçün nə etmək lazımdır? Postun altında bu haqda geniş oxuya bilərsiniz.